Hara gedirik? Salam tamaşaçılar, bu günləri 25 may 2025-ci ildə Bakıdan gəlmişik. Astara rayonunun Xıçasu kəndində məktəbin üçün kitab köşkü açmaq üçün gəlmişik və burada novella kitab evi və bir də bizim həkim qrupumuz var. Bir də qrup təşkilatçı qrup həkim dəstəsidir. Biraz yadımda indi qalma protez necə idim amma da qızın adı onun. Zülfiyə Əliyeva təşkilatçı bizdə Zülfiyə Əliyevadır. Həkim qrupası ilə gəlib. Bizdə 2 dənə pediatr da var. Zülfiyə xanım özü də 3-4 həkim qrupu var burada. Və Dodo redaksiyası adından da burada kitablarımız var hədiyyə üçün və novella redaksiyası, novella nəşriyyatından da. Və buna baxmayaraq bizim üzləşdiyimiz çətinliklər oldu ki, Dayva maşınla gəldik biz. Pensərdən gəldik. Harada dayandı maşın? Balıkgöl İstirahət Mərkəzi. Balıkgöl İstirahət Mərkəzi Şəmmətük ərazisində və demək olar ki, çox bərbad bir vəziyyətdə Dayva avtobusunu ora gətirib. Naziranda Nivə maşınlarla gətirib. Amma indi isə biz Şəmmətük ərazisindən bəli, orada gəldi. Bu da bizim şəhidimizdir. Adı nə? Eynəliyev Samrad. Samir aldı, hə. Kim bildiyin adını? Eynəliyev Samrad İkramoğlu. Antiterror əməliyyatında. Antiterror əməliyyatında Samrat kim oğlu bir də? İkramoğlu. İkramoğludur. Bu Şəmətük ərazisidir. Baxın, belə deyərdim də, şəhidin olduğu kəndin ərazisidir. Amma belə kənd çox gözəl kənddir. Demək olar ki, bir problemi. Səfalı yerdə, çayın qırağı da. Amma bura bir asfalt olsa, illərlə biz xarici ölkələrdə də olmuşuq. Amma belə bir vəziyyət. İngiltərənin özündə də meşənin içindən maşın yolu keçir. Amma asfalt yolda. Turistlər gəlmək istəyir. Bax, indi Bakıdan düz 30 nəfər qrupa gəlib, onun bəlkə də 15-i könüllülərdir, cavanlardır. Sevinə-sevinə gəliblər, hədiyyələr gətiriblər. Top getiriblər, uşaqlar üçün məktəb 42 nəfər məktəbi olan bir məktəb, bir sinif, bir müəllimi olan kəndə kömək etməyə gedirik. Ki, neysə onlara biraz sizinləyik deyək və onlar üçün hər zaman yanındayıq deyək və onlar üçün kitablar aparırıq ki, bu uşaqlar da bir sevinci olsun ki, yəni yaddan çıxmayıblar. Gözəl yerdir, amma nə olar ki, bura bir yol çəkilsin, ən azından Qruntava yol düzəlsin, bir yüngül maşınlar bura gedə bilsin, düzdür. Nivalar gedir, amma nə cür gedir? Baxın, düzdür, mən istəməzdim çəkim, amma görürəm ki, getdikcə yol çətinləşir. Mən burada Qıyasədə olmuşam, Hamışandan qalxmışam. 1-2 il bundan qabaq o kətdə olmuşam. Orada bərbad haldadır. Deyərdim ki, bu yol ona nisbətən biraz yaxşıdır, amma yenə də onun qışı var, yağışda, qarda. Əl əməyi ilə eləmişik burada. Hələ bunlar hamısı əl əməyi ilə düzələn bir şeylərdir. Bilinir ki, insanlar özləri eləyirlər. Çox istəyərdim adiyyəti qurumlar və burada bu yolları düzəltsinlər. Yəni mən bilirəm ki, buradan necə maşın keçəcək, mən onu biraz... Burada heç demək olar ki, yol yoxdur. Baxın, demək olar ki, burada heç yol yoxdur. Turbanın üstündən keçir yol. Çox bərbad haldadır. Bunlar həyatları ilə risk eləyirlər bu sürücülər demək olar ki. Mən bilmirəm, indi burada şeylər çox dəyişilib, aidiyyəti qurumlar, qabaq hamısı icra hakimiyyətinə tabi idi, indi qurumlar çox sərbəst olub, deyə bilmərəm ki, icra hakimiyyəti baxsın bu yola, yəni yol idarəsi baxsın, yenə də bilmirəm. Amma aidiyyəti üzrə bu videonu paylaşacaq ki, Astara rayonundan Şəmmətük ərazisi, indi biz gedirik Xıçasu kəndinə, böyük bir kənddir, gör, yarım saatlıq yolda deyərdim sürücülük. Əhalisi 100 ailə var. 100 ailə yaşayır. Burada məktəb var mı? Məktəbindən, Xıçasu məktəbindən Şəmətükdə gedir. Buradan Şəmətükdən Xıçasuya gedirlər. Bu qədər yol necə gedir şagirdlər? Şagirdlər əziyyətlə palçanın içində. Buradan Xıçasuya gedirlər. O bir dənə məktəbi. Buradan o tərəfdən. Deməli kəsmə yolla gedirlər şagirdlər. Bax buradan gedir. Bunun qışı yayı da var. Amma bir məktəbdə bir dənə şeydə ayrılsa. Mərkəzində yol yoxdur deyir. Bu nə istirahət? Adı nə? Bu 7 bulaq. 7 bulaq. Çox gözəl yerlərdə, yollardır. Bax mən bu 4-5 dəqiqəlik videonu çəkdim ki, ən azından həm turistlərin nəzərini cəlb edək, həm də bu yolun nə cür bərbad halda olduğundan xəbərimiz olsun. Bizim zona, mən deyərdim ki, Astaranın bu dəniz sahilini Antalya ilə artıq tuturam, heç onunla bərabər tutmuram. Yəni Astaramız çox gözəldir. Cənubun bir mirvarisi deyirdi, rəhmətli göndəri. Amma buna pul yatırım lazımdır ki, bunları əsfalt eləsinlər. Bütün kəndlərimizə. Oldu, xoşça qalın, Allah amanında. Heçdən dönüb cana gəldik eşqidən.
damarlarda qana gəldi eşqidən. Şöhrətə, ad sana gəldi eşqidən. Eşqə dair dəftərimiz var bizim. İmanlı Qur'anımız var bizim. Şanlı Azərbaycanımız var bizim. Uğurları qəlbə şirin bal oldu. Bədxahları rəzil oldu, lal oldu. Sevgi dolu könüller xoşhal oldu. Gürur verən zəfərimiz var bizim. Aşıb daşan ümmanımız var bizim. Şanlı Azərbaycanımız var bizim. Mavi gözlü, mavi gözlü Xəzəri var yurdumun. Cennet desem benzeri var yurdumun. Her sənətdə gövheri var yurdumun. Tükenmeyen servetimiz var bizim. Dillerde dastanımız var bizim. Şanlı Azerbaycanımız var bizim. Ey Nərman, bir bax doğma eline. Heyran oldu hamı şirin diline. Aman verme kalem götür eline. Yazılası eserimiz var bizim. Dost soraqlı ünvanımız var bizim. Şanlı Azerbaycanımız var bizim. Kənd sakini 2006 yılında şəhidi Pəncəli Teymurun əziz xatirəsinə. İgid oğul Pəncəli, şəhid oğul Pəncəli, XTG-nin sütunu, vətəninin vurğunu, vətən heç vaxt unutmaz öz qəhrəman oğlunu. İgid oğul Pəncəli, şəhid oğul Pəncəli, sən dünyaya göz açdın, uca dağlar qoynunda, sən dağlardan güc aldın, əskərliyə yollandın, düşmənlərdən öc aldın, dağlar kimi ucaldın. Uca qurd ləqəbli igidim mənim, vətən üçün ölməyi arzulayan, diləyən şəhidim mənim. Axı sən ölməz idin, sən ələ keçməz idin, neçə döyüşlərə sən şahid oldun, bəsliyə şəhid oldun. Yoxsa haqqınlığın qurbanı oldun, vətənin qeyrəti, vicdanı oldun, vətənin qəhrəman övladı oldun. İgid oğul Pəncəli, şəhid oğul Pəncəli, yaşamadın cılız arzular ilə, yaşadın sən yüksək amallar ilə, vətən sənin sevgili yarın idi, vətən uğrunda ölmək amalın idi. Qayğısız uşaq idin, Xocalı su qırğını baş verəndə, sana yaman toxundu, xal qaldı ürəyində. Öz-özünə söz verdin, bir zaman mən böyüyü bir əskər olacağam, Xocalının özünü düşməndən alacağam. Gözün aydın igidim, gözün aydın şəhidim, arzuların Çin oldu. Yağı düşmən Şuşadan, Xocalıdan qovuldu, Ağdərə, Əskərandan, Xan kəndidən qovuldu, Qarabağdan qovuldu. Rahat uyu igidim, rahat uyu şəhidim, arzuların Çin oldu, yağı düşmən qovuldu, yurtları dağıdıldı, külü göyə sovruldu. Teşekkür ederim. Şanlar bir tane şairəni sizə qonaq gətirmişik. Əstərar rayonunun Hamşan kəndində Mərifə Əziz qızı. Sizin üçün tanışdığında Mərzə dədə. İlk ən gənc Sovet İttifaqı qəhrəmanı həmin kənddən olub. İndi dinləyim Mərifə xanımın şeirini də. Çok güneşte kaldık. Son kafiru avqli yol bu, zahmat şes bu, zahmı şes bu, hama buzna. Haqi naday banu haqi, kuncu haq be av ayube. Çay çaşin, taşan babay ayar, Rus kuncu bu, av ayube. Çay sıxani ham mafi, çaşış navi, kuşuş navi bahar gafi. Har ki dasti banay çafi, av da rosti anay roysa. Tuba xalgir vey angıl biş. Elbette bandiş. Ço mahuli yulasıkliş. Ço di dalbiş Mirza dada. Har sıxan da zahme heste. Ve nuhaqi kasri heste. Ve tosibi rahme heste. Zahmet keşkiş Mirza dada. Gırya kadar tı babak biş. Zirgıvat da kür oğlu biş. Ço mahuli kahraman biş. Çama fakhriş Mirza dada. Bizim fəxrimizsiz Mirzə dədə. Həm də burada sizin üçün sana
Havalim grubu buradadır. Sana Osura Havalim. Onlar da bizim için mahnı okuyacak. Şeir yazmışam. İcazə versəniz sizin için okuyalım. Olub virane deyirlər. Hayların yurdu olub virane deyirlər. Qaçırlar birbaş ta İrəvana deyirlər. Dəmir yumruq endirildi düşmən başına, düşübdür düşmən laf naxtağına deyirlər. Ermənilər indi də biçara qalıblar, dərdlərini Makrona Baydenə deyirlər. Ermənistan çalxalanır bir ünvan kimi, hər cürə hədyanı Paşinyana deyirlər. Terrorçular dönmüş idi şiri pələngə, hazırda onlar dönüb Ruşana deyirlər. Əskərimiz sivillərə açmadı ateş, əskərimiz vuruşub mərdana deyirlər. Şanlı ordumuz tarixi zəfər çalıbdır, var olsun Ali Baş Komandana deyirlər. Azərbaycan fəxr eləyir bu zəfər ilə, zəfərimiz dönər bir dastana deyirlər. Mənfur düşmən qovulub Qarabağda, Qarabağ dönər bir Gülüstana deyirlər. Kinali kinalidan bozmaka, adlı dili, dili dili tilavet. Aşığım buramaka, adlı dili, dili dili tilavet. Adlı dili, dili dili tilavet. Adlı dili, adlı dili, adlı dili tilavet. Adlı dili, adlı dili tilavet. Adlı dili, adlı dili, adlı dili tilavet. Adlı dili, adlı dili tilavet. Haliki lali aman olmaka. Adlı dili, dili dili tilavet. Adlı dili, dili dili tilavet. Arabası kaldı bize. Adlı dili, dili dili tilavet. Adlı dili, adlı dili, adlı dili tilavet. Adlı dili, adlı dili tilavet. Adlı dili, adlı dili, adlı dili tilavet. Adlı dili, adlı dili tilavet. Nuri Hamdi, adlı dili, dili dili tilavet. Nurhali kilali ana yoluna, adlı dili, dili dili tilavet. O baka bir gelse o boyuna, adlı dili, dili dili tilavet. Adlı dili, adlı dili, adlı dili tilavet. Adlı dili, adlı dili tilavet. Oo. Bir daha çekin şekilde. Çok sağ ol. Çok Neyse bir de tulşuk yapacağım. Tulşusun da hem Türkiye hem tulşu da. İyle başıma bakışamadım ki. Bakışası da doğma. Tadı kumak bu. Hadi bakalım anayın kumağı bu. Art devam. Bir yan başıma bakışamadım. Hadi kumağı bu. İyle başıma bir. Haman kadar beşamın. Fırsat ebe dodo getiriyen bu ana. Bu ana. Bilen bana bir şey kaçtı ancak ama pevulu kardı da dodo hakara bildirdi ki. Ama mangi. İmkanım diye. İyi bu, iyi bu. Ay, bir şeyden atın. Hovali başıma gazetem vardı ha. Hemen bu ana da hovali kuşmadan anane. Kuşman ana kanser programı vardı. Gel. Ama bu mono ya. Dodo niç moni kaçtan, bu da şumaniye bakar şunani. Yok bizi koymayın, paylaşın. Ben şeyde paylaşım var, seni görün de. Şey demişken, tuluşu kapıcı, onu da kaçta. Ha yani, oy! Bir huvali. Bu da şunu iyi krasmordan hesti. Krasmord hala benim tuluşun. Eğer kinanımda beyan bu da işin. Ha huvali, ay kızım gel buraya, hakine, butunan gazete açtım. Ya bu hele? Bu çi bitlersin, bu anın huvali koyup umar raks bakı. Bu anın şavi şamba ekine. İyi şabi konak ekine. Bu ana kuş budana. Uşman huvali gripim vardı. Şunun çiçeği. Natava nirada dodu deva başıma kavma. Akina badaş. Bu kuna baştam. Akina badaş. İşte bu ana bağını pevdu kardamı.
Buyur kızım. Çok ilginç. Arada ben. Ha, çek. Bu da senin. Anneye Arada babaya. konuşası buna ben Ümit Bey konuşasın da şu. Annenize, babanıza. Buyurun. Yürü. Dalış dilinde Azerbaycanlı her dilde ara bir veririm. Kimse olmazsa sonra yine göndereceğim. Yine vereceğim yine. Buyurun senin. Hop. Pardon. Salam, siz indi hardan gəlirsiniz? Ben indi ayaqla aparıb gətirirsən uşaqları. Neçə kilometr yoldur? 200 kilometre olar. Aparırsan gətirir, qız uşaqlarıdır. Bir gözü, bir de oğlan. Hər gün bu yolu gedib bəs qışda nə edirsiniz? Kışta da mecbur oluyor. Xıçasodan gəlirsən? Allah köməyin olsun. Gəl sənə bir qəzet verim. Mən Dodo qəzetinin baş redaktoru İradan Məlikim. Çok hoşdu ki vahvolçdu. Gayet hoşazığına da ders duydu ha. Ders duydu ağlı beqat. Bəqini. Ve sağ bir xudu komaq bu. Aman aşadamın ayı. Ve ne kitap bardamın boşmanı. Çok qaşan qayıtıyor. Elə itke bir yiyor. Bu tanki talışlar qara olur. Əsl talışlar bax belə sarı olur. Nədir adın nədir? Rüzgar. Rüzgar sağ ol. Sağ bil. Sağ ol. Bevac kuncu be bevace. Boy baçuki gabon başı. Yol ne rüki imonuş betuba rüki gabon başı. Dalatonuş küçevizi. Dalış paka zot galizi. Agidaş su po tamizi. Sofi poki gabon başı. Narimani John Bavani. Danyo mulişiş tamani. Avut taki babatani. Başka koki gabon başı. Dağlarda duman güzeldi, kaşların kaman güzeldi. Üstüne hiçbir söz olmaz, gözlerin yaman güzeldi. Üstüne hiçbir söz olmaz, gözlerin yaman güzeldi. Alınır aklımı baştan, geçme olmaz bu göz kaştan. Alıptır aklımı baştan, keçmək olmaz bu göz qaşdan. Səni mən yaman sevirəm, ürəkdən candan sevirəm. Səni mən yaman sevirəm, ürəkdən candan sevirəm. Mənə gəl eylə vəfa yar, aşiqə etmə cəfa yar. Mənə gəl eylə vəfa yar, aşiqə etmə cəfa yar. Sağ olun. Dağları, başı dumanı dağları, kimi gülə eylənər, kimi dərdinindən ağlar, kimi derdinden ağlar. Derdim demeye geldim, gülü dermeye geldim. Mayasından doymak olmur bu füsunkar güşeden. İtinasız keçme Hoş gelmişsiniz oğlum. Çəkirsiniz. Çəkəcəyiz. Değerli dostlar, hamınıza təşəkkür edirəm. Çox uzun yol qət eləmisiniz, vaxtınızı ayırmışsınız. Bizimlə sevincli günləri bölüşdük, uşaqları sevindirdiniz, hədiyyələr gətirdiniz. Ən dəyərlisiniz, dəyərli vaxtınızı ayırdınız. Minnətdaram sizə, həm öz adımdan, həm atamın, həm uşaqların, valideynlərin adından. Minnətdaram sizə. Çox istərdim ki, sizlə oturum, bitki çörək yeyim, amma üzüllü səbəblərə görə getməliyəm. İcazənizi istəyirəm. Hamınıza bir daha təşəkkür edirəm. Başda Zülfiyə xanım, dəyərli qonaqlar, dostlar olmalı. Bize de hoş oldu. Sağ olun.
geçti dergamda mütəssir. Yoktur belə bir söz ki bu halim edə təsvir. Qarşında durubdur xələfin sanki müqəssir. Ahim odu bəlkə eləsin qəlbinə təsir. Neysan suyunu içməsə daşdan göhər olur. Öldürmə, çəkdirmə qəmü hicranı ey yar. Sevda yolumu kəsdi külək, kəsdi soyuqda. Dünyada mənim gen yerimi eyləmisən da. Hicran gecəsi mən çəkəni çəkməsin ağyar. Zənnimcə qiyamət günü bundan betər olmaz. Ey sevgili can, eşkimi gəl eşkinə qatdır. Hər dəm süpürüb qəmlərimi bəhridə batdır. Səbrim gedir əldən, məni sən vəslinə çatdır. Zülfün üzünü tutsa da göyçəkliyin artır. Zülmət gecələr olmasa, aydın səhər olmaz. Çatmaz Nərimanın gücü cana gedən olsa. Tamaşaçılar, bax belə gəlmişik bu günləri Astara rayonunun Xıçasu kəndindəyik. Bax belə dağ yolları, çox belə qorxulu bir yollarla gəlmişik. Belə bir maşınlarla. Avtobus, dayı avtobus qalıb orada. Orada indi birazdan yola düşəcək. Eləcə kənd cəmaatı, uşaqlar gəlib öz hədiyyələrini aldılar. Və beləcə gedirlər öz evlərinə. Kəndin o başında bu məktəbdir. Deyərdim ki, 2 otaqlı bir məktəbdir. İşığı çox zəifdir. Deyərlər ki, kombi sistemi işləmir. Uşaqlar gedirlər, sevinəsini. Bəlkə bilərdən bir daha söhbət soruşaq. Uşaqlar necəsiniz? Razı qaldınız mı? Nə yadınızda qaldı ən yaxşı burada? Yaxşı oxuyacaqsınız mı bundan sonra dərsinizi? Baxmayaraq soyuqdur, palçıqdır, yerlər var belədir, baxın. Bəli. Mən var o, yağış olmasın, qar olsun, mən hər gün gəldim. Gəlin, qəşəng kitablar gətirmişik sizə, oxuyarsınız, qəzetlər də çatacaq. Bundan sonra hədiyyələrinizdə yaxşı-yaxşı istifadə edin. Ancaq da Tolşazımı YouTube kanalından çox. Şuma znaniaz kim? Dodo qəzetesi redaktor İrada Məlikova. Kim o İrada Məlikova. Dodon xanım xatun vot, yəni Torkazı buna da votdan. Tanış babası. Ma Toluşum mu? Qəzeti bəs doğmuyor başıma Tolşaz. Tınan Tolşazımı da ki şehirzində. Ki bu tebazni? Hala bu tezon dersleri kim havuzda? Hala bu ta ki bu tal Tolşası bunu da. Tolşasının finife ders doydan başıma Tolşası. Peşin badu, ekardı bedu, ilan barbar vinde, karda bu cükçü. Utem bay makani, dom makamani. Başım duku, bamonda şiyolu. Hep cükçü bakaş, dom bakaş ağlamıyor. Mənlə başlaç. Bu şeydir. Ha çok aşağı. Hala şımak kol şehri zındar. Bu tala. Kim şehir bilir talışı? Məktəbdə dərs keçirlər 1-ci, 2-ci, 3-cü sinifə. Bilməsə keçirlər dərsdə. Nə dərs keçirlər ya yox? Bizdə keçirmir. Aslan bizim sinifdə. Aslan benim keçmir. Keçmir indi onu. Çünkü biz tanış dilini bilirik. Aslında şeyi bilirik tanış. Amma bir şehir bilmirsən. Şeyi bilirik ancaq tanış dilini. Talış dilini də bilmirsən. Bax talış dilinin dərsi keçsəydi orada şey. Mən sizə kitab gətirmişəm. Deyərsiniz sizə talış dilində şeirlər öyrənərsiniz. Yaxşı orada kitab var. Yaxşı? Oldu. Sağ olun, xoşça qalın. Sağ bana. Ver sağ bana. Sağ olun. Sağ bana. Ver sağ bir ki bab de bana. Ver sağ bir bu utana. Ver sağ bir sağ. Ağlın tuluşuzumunda qaş şeydən de babuli bu tuluşu. Bu çocuğu. Ağlın Türkiye cavabdaydı. Çünki ağlın kada tuluşun qapşada. Şımakadan tuluşu qəpşədən Türkiye qəpşədən. Barışığı. Tam mənimsəmiş görən yəni tuluşu zənim ya. Ağlım dərs dua edən. Amma sinifi kitabının dua mı? Baxşam dua. Bu məktəb, sinifi məktəb həm metodika mı baxşadı, həmən hesab direktoruyam bəftəm, müəllimiyəm bax. Bəli, bəli, tuluşu sinifi kitabının var. Dərs orada saat abi haftada sabah iyi saat. Sizin də. Oldu ki, bunun farklı müəllimi dərsdə biraz var idi. Tuluşu zondan İyi müəllimiz, iyi yəni. Bəli, yox, maçımı burada alma. Az 15 sorum Koko 28 bolda burada benim. Bu ki Barıya məni 28 bolda. Kimi avazı biraz var ki müəllimi alma, tuluşu zondan. Sağ be, sağ Maşın bari, be. maşın nə piya? Tuluşun da açılır. Jağım anlat. Yəni bal yuban. Kamı gırda karda böyle duruzu şey ve gırda karda çabuk cigeri be akaş. İyi balı ya gel yola hiç bakıp da sağ ol ya. Şurada da başlayın. Bax beləcə biz gəldik. Hər kəs bir
öz həkimlər öz xidmətlərini elədilər, mahnı oxuyanlar mahnı oxudu, şeir deyənlər şeir dedi. İndi bizi bu nivalarla geri qayıtmalıyıq. Bax belə gözəldir. Bugün may ayının 25-i 2025-ci ildir. Bax beləcə. İndi bir sualımız var. Müəllimə o sualı da verib biz gedəcəyik. Amma burada bağlayıram ekranı. Dünya benim gözüme gözümde Alıktır ağlı başla geçme olmaz mı kızlaşla Seni ben yalan sevirəm, ürəkdən candan sevirəm. Senden yana sevirem, yürekten candan sevirem Mene gel eyle vefaya, raşide etme cefaya Mene gel